Bugün sizi biraz geçmişe aparmaq istəyirəm. Söhbət Qisas və Qanun filmindən gedir. Bu sadəcə bir film deyil. Bu Hindistan kinosunun nəbzidir. Mən Jai rolunu alanda bu obrazın belə bir fırtına qoparacağını təsəvvür belə edə bilməzdim. Möhtəşəm ssenari bizə elə bir həmin meydan yaratmışdı ki, hər kəs öz ruhunu o filmin içinə qoydu. Dharmendra ilə olan o məşhur dostluğumuz, Jai və Viru təkcə ekranda deyil, real həyatda da bir dastan idi. Mən hər dəfə filmin sonundakı o kədərli səhnəni, Jai'nin ölümünü xatırlayanda qəlbimdə bir sızıltı hiss edirəm. Çünki o ölüm fədakarlığın ən yüksək zirvəsi idi. Qisas və qanun bir alovdur və o alov 50 ildən çoxdur ki, sönmür. Biz o vaxtlar sadəcə film çəkdiyimizi düşünürdük. Sən demə, tarix yazırmışıq. Hərdən televizorda həmin filmi verəndə maraqla baxıram. Həm öz gəncliyimi, həm də necə güclü obraz yaratmışıq ona baxıram. İllər keçsə də bu film hələ də izlənilir və baxılır. Qisas və qanun filmi mənim həyatımın ən böyük parlaq səhifələrindən biridir.